suala baxaq. Bizə verilənlər bazasından bir fraqment verilmişdir və bu fraqmentdən, yəni bu cədvəldən verilmiş bu şərti ödəyən hansı yazılar var, onları soruşur. Əvvəlcə şərtimə baxaq. Deyilir ki, uzunluq böyükdür 150, or dərinlik bərabərdir 29. Biz bilirik ki, or dedikdə birləşdirməni nəzərdə tutulur və burada ənd var. Ənd dedikdə isə kəsişdirməni nəzərdə tutur. Uzunluq 150-dən böyük olan sətirlərim hansıdırsa ona baxıram. Uzunluq olan sahəm buradır. Baxıram görüm hansı sətirlərim 150-dən böyükdür. İkinci, üçüncü, dördüncü və altıncı sətirlərim 150-dən böyükdür. Yazıram 2, 3, 4 və 6-cı sətirlər. Or, yəni birləşdir, dərinliyi 29-a bərabər olanlar. Dərinlik sahəm buradır və hansı sətirlərim 29-a bərabərdir? İkinci və 8-ci sətirlərim 29-a bərabərdir. Birləşdirəndə onda burada ümumi olaraq cavab olaraq alıram 2, 3, 4, 6 və 8-ci sətirləri. Arada var bizdə ənd. Ənd nə deməkdir? Dedik ki, kəsişdirməkdir. Kəsişdirirəm nə ilə? Not n 30-dan kiçik olanlarla. Not inkar eləmək deməkdir. Yəni mötərizənin içində bizə kiçikdir verilirsə, biz onun əksini götürməliyik. Kiçiyin də əksi olaraq, yəni kiçikləri yox, böyük və bərabər olanları götürməliyəm. N sahəsinə baxıram, n sahəm buradır. Burada hansı sətirlərim 30-dan böyük və bərabərdir? 3-cü, 4-cü, 6-cı və 9-cu sətirlərim. Yazıram 3, 4, 6 və 9-cu sətirlərim 30-dan böyük və bərabərdir. Kəsişdirdikdə isə hər iki belə deyək, ifadədə eyni olan sətirləri götürürəm. Eyni olan da 3, 4 və 6-cı sətirlərdir. Bizdən hansı sətirləri soruşurdu? O da 3-cü, 4-cü, 6-cı sətirlərim verilmiş bu şərti ödəyir.